ABŞ Senatında Respublikaçı senator Lindsey Graham İranda baş verən kütləvi etirazlar fonunda sərt bəyanatla çıxış edərək, ABŞ prezidenti Donald Trumpı ölkənin mövcud rəhbərliyinə qarşı maksimum sərt addımlar atmağa çağırıb. Lentaz yazır ki, senator bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib və İrandakı vəziyyəti şərh edib. Graham'in sözlərinə görə, Tehrandakı mövcud rejim yaxın şərqdə qeyri-sabitliyin əsas mənbəyidir və İranın ali liderinin hakimiyyətdə qalması regiondakı böhranı daha da dərinləşdirir. Senator İranın ali lideri Əli Xamenei barədə kəskin ifadələr işlədərək, onu 20-ci əsrin nasist diktatorları ilə müqayisə edib və bildirib ki, məhz onun aradan götürülməsi ölkə üçün dönüş nöqtəsi ola bilər. Graham deyib ki, o zamanımızın Hitleridir və İran xalqı onun getməsini istəyir. Graham'in sözlərinə görə, Donald Trump İranda real dəyişikliklərin yeganə yolunun etiraz hərəkatının qələbəsi olduğunu düşünür. Senator bildirir ki, rejimin süqutu ölkənin transformasiyasına və qərblə uzunmüddətli qarşıdurmanın sona çatmasına imkan yarada bilər. ABŞ prezidentinə birbaşa müraciət edən Graham vurğulayıb ki, Vaşinqtonun atacağı addımlar eyni zamanda həm etirazçıları ruhlandırmalı, həm də İran hakimiyyətini ciddi şəkildə qorxutmalıdır. Senatorun fikrincə, mülki şəxslərin ölümünə görə məsuliyyət daşıyan rəhbərliyin fiziki olaraq aradan götürülməsi zorakılığın qarşısını ala biləcək addımlardan biri ola bilər. Graham hesab edir ki, İran rejiminin devrilməsi region üçün geniş miqyaslı nəticələr doğura bilər. Onun proqnozuna görə, İranın terroru dəstəkləyən dövlət kimi rolu sona çatar, Hizbullah və Hamas kimi qruplaşmalar zəifləyər və İsrail ilə Səudiyyə Ərəbistanı arasında sülhün əldə olunması üçün şərait yarana bilər.